Salam əziz tələbələr və gələcək tələbələr. Sizinlə BSP Leonap MMC-nin təsisçisi və direktoru Bağırov Süleyman və tələbəmiz Nihat Mehdiyevdir. Biz bu günləri ümid edirəm ki, gələcək tələbələrə və hal-hazırki tələbələrə çox faydalı olacaq bir söhbət aparacağıq və inşallah da bu hər birimizə yararlı olacaq. Sona qədər izləməyinizi məsləhət görürəm. Buyur Nihat, özünü təqdim elə. Deməli, mən Nihat Mehdiyev, Bakı Ali Neft Məktəbinin 1-ci kurs tələbəsiyəm. Bu ilə qəbul olmuşam. İxtisasım kimya mühəndisliyidir. Deməli, 678 bal toplamışam dimin keçirdiyi imtahanda. Nihat, gəlin ən birinci mən başlayım. Sən ümumiyyətlə nə qədər vaxt ayırdın oxumağa və bu tələbələrimizə nə məsləhət görürsən? Və buraxılış imtahanlarına hazırlaşanda qəbulla paralel hazırlaşırdınmı, yoxsa buraxılışa hazırlaşdın, qurtardın, nəticə əldə etdin, sonra qəbula hazırlaşdın? Buyur. Belə demək istərdim ki, bəzi abituriyentlər çox vaxt birinci buraxılış imtahanı gəlir deyə ilk daha çox ona fokuslanana baxışam, amma mənim fikrimcə bu böyük bir səhvdir. Eyni zamanda həm buraxılış fənlərin, həm də blok fənlərin paralel şəkildə davam etdirmək lazımdır. Və mən gündəlik olaraq təqribən 12 saat ayırırdım. Bu bütöv oxuma prosesi daxildir. Bunları təkrar etmək, testlər işləmək və s. Və məsləhətim də odur ki, buraxılış fənni yaxınlaşdıqca blok fənlərin hardasa 1-2 həftəlik təxirə salmaq olar. Təbii ki, buna riyaziyyat aid deyil birinci qruplar üçün. Çünki zaten onlar həm blokda, həm də buraxılışda bu fənlər üzləşəcəklər. Amma yerdə qalan vaxtların çox səmərəli şəkildə istifadə etməlidirlər. Hər ikisini fəaliyyət davam etdirmək üçün bunları demək. Aha. Nihat, digər göstəricilərin haqqında, məsələn, xaricdən sənə dəvət gəlmişdimi, gəlməmişdi və niyə xaricdən əgər dəvət gəlmişdisə, niyə xarici yox, məsələn, Azərbaycanı seçdin və s. Və deməli, mənim DİM imtahanından başqa, həmçinin YÖS imtahanına, həmçinin SAT imtahanlarında iştirak etmişəm. Doğrusunu desək, mən bu imtahana heç bir repertuar hazırlığına getmədən kifayət qədər yaxşı bal toplamışdım. Mən doğrusunu desək, aşağı siniflərdən bəri mən təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirdim. Çünki düşünürdüm ki, Bakı Ali Neft Məktəbi dünyanın bir çox nüfuzlu universitetləri sırasındadır. Düzdür, mən Türkiyədən məsələn 9 Mayıs Universitetindən tam burs almışdım kimya mühəndisliyinə. Həmçinin İstanbul Teknikdir və ötdü kimi universitetlərdən də qəbul almışdım. Lakin dediyim kimi hədəfim Bakı Ali Neft Məktəbi idi. Buna görə də yolumu bu universitetdə davam etdirmək istədim. Bizdə tələbəmiz Mehdiyevin həmçinin riyazi istedadı çox böyükdür və o bir isbatlar kitabı da hazırlayıb. O isbatlar kitabı haqqında zəhmət olmasa. Deməli, bu mənim hələ ki ilkin olaraq hazırladığım birinci kitabımdır. Bu kitab məqsədim o olub ki, mən elə özüm də abituriyent olan vaxtı isbatları belə deyək də, hansısa düsturun isbatını tapmaqda ilkin olaraq çətinlik çəkirdik. Çünki bildiyimiz kimi orta məktəb prosesi boyunca bizə demək olar ki, heç bir müəllim düsturların, isbatların bizə başa salmır və yaxud da necə yanaşmaq olar, bu cür haqda demək olar ki, heç bir məlumat vermirlər. Və mənim də özümdə belə deyək də isbat eləməyə başladıqdan sonra, çünki mən uşaqlıqdan bəri riyaziyyata qarşı böyük sevgim olub və kəşf etdim ki, isbat eləmək artıq məndə bir hobbi halına çevrilmişdi və həmçinin özümdən sonraki gələcək belə deyək abituriyentlərə daha çətinlik çəkmələrini istəmədiyim üçün onlara yaxşılıq məqsədi ilə bu kitabı hazırlamışam ki, onlar bu kitabı oxusun, yararlansın və onlar isbat bacarıqlarını təkmilləşdirə bilsinlər. Çox sağ ol, Nihat, bir dənə kitabı verərdin mənə də. Uşaqlar, kitabımız kifayət qədər yaxşıdır. Mənim ən xoşuma gələn elə tam başlanğıcda, kitabın tam başlanğıcında Nihatın verdiyi, belə deyək ki, məsləhətlərdir, qeydlərdir ki, mən onun bir neçəsini istəyirəm ki, oxuyum. Birinci, isbatsız düstur yoxdur. Hər şeyin bir səbəbi və hər nəticənin bir yolu var. Mən də bir anlayışı əlavə eləmək istəyirəm bu qeydə.
Uşaqlar, əgər siz riyaziyyatdan düsturları sadəcə əzbərləmisinizsə, siz o düsturların qulusunuz. Əgər siz həmin düsturları isbatı ilə bilirsinizsə, artıq o sizin qulunuzdur və siz istənilən anda onu istifadə edə bilirsiniz. Aha, sonra gözəl bir sözlərdən biri, hər bir isbat bir pillədir. Amma bu pillələr birlikdə böyük bir riyazi qüllə yaradır. Demək, sizin o riyaziyyat evinizi, belə deyək ki, isbatlar vasitəsilə qurursunuz. Yəni, isbatları öyrənmək. Uşaqlar bizə soruşur ki, mən 3-cü qrupam, 4-cü qrupam, İdman Universitetinə verirəm. Riyaziyyatda isbat lazımdır mənə? Bəli, lazımdır. Çünki sən o riyaziyyatdakı isbatları bilərək, həmin o riyazi qülləni qura bilirsən. Əks halda o qüllə mövcud deyil. Qalan qeydləri oxumaq istəyirsinizsə, mütləq və mütləq Nihat Mehdiyevin öz Telegram kanalında ya bizim Telegram kanalımızda, Instagram kanallarımızda əldə etmək yollarını qeyd eləyərik. Çox sağ ol Nihat. Əgər əlavən varsa buyur. Əlavə olaraq sizin də dediyiniz kimi bəzi uşaqlar sırf riyazi düsturları sırf əzbərləmək kimi yanaşır. Sırf məsələləri həll edeyim, canım qurtarsın kimi yanaşır. Amma düşünürəm ki, bu çox yanlış bir fikirdir. Ona görə də məsləhətim odur ki, Süleyman müəllimin də dediyi kimi hər bir düsturun necə yarandığını bilmək çox vacibdir. Çox sağ olun, təşəkkür edirik.